Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül Bəlağə. Əməl və işində səhlənkarlıq edən kəs qəm və kədərə düçar olar. Mal və canında Allahın payı olmayan kəsin Allaha yolu yoxdur. Soyuğun əvvəlində qorunun. Onun sonunda isə onun pişvazına gedin. Çünki soyuq bədənlərə, ağaclara etdiyini edir. Onun əvvəli yandırır, axırı isə bitirir. Ey dünyanı məzəmmət edən ki, onun hilələrinə aldanmısan, onun puçluqlarına məftunsan. Dünyaya aldanmısan və onu məzəmmət edirsən, sən ona günah yükləyirsən, yoxsa dünya sənə günah yükləyir? Dünya səni harda və nə vaxt avara qoydu, yaxud nə vaxt aldatdı? Atalarının torpağa düşüb çürdükləri yerlərlə, yoxsa analarının torpaq altındakı yataqları ilə? Öz əllərinlə nə qədər kömək etdin və öz əllərinlə nə qədər qulluq göstərdin? Onların sağalmalarını istədin, təbiblərdən dərmanın xeyrini soruşdun. Səhər sənin dərmanın onların ehtiyacını aradan qaldırmırdı və sənin göz yaşların onlara xeyir vermirdi. Sənin qorxun onların heç birinə fayda vermədi. Onun barəsində öz istəyinə çatmadın və öz gücünlə ondan uzaqlaşdıra bilmədin. Həqiqətən dünya ona inanan üçün düzlük diyarıdır. Başa düşən və onun xəbər verdiklərini dərk edən üçün aman və xatircəmlik evidir. Ondan azuqə götürən kəs üçün varlılıq diyarıdır. Ondan nəticə çıxaranlar üçün öyüd yeridir. Dünya, Allahın mələklərinin namazgahı, ilahi vəhyin nazil olma məkanı və Allahın dostlarının ticarət yeridir ki, onda rəhmət və mərhəməti əldə edərlər və qazancları cənnət olar. Dünya, uzaqlaşacağından xəbərdar etdiyi, ayrılacağı barədə haray saldığı, özünün və əhlinin fani və yox olacağından agah etdiyi halda onu kim məzəmmət edə bilər? Buna görə də peşmançılıq səhərində insanların bir dəstəsi onu məzəmmət edərlər. Digərləri isə qiyamət günü onu tərifləyərlər ki, dünya onların yadlarına saldı və onlar da yada saldılar. Onlara xəbər verdi və onlar da təsdiq etdilər. Onlara öyüd nəsiyyət verdi və onlar da qəbul etdilər. Allahın bir mələyi var ki, hər gün belə fəryad qoparır. Doğun ölmək üçün, topluyun yox və məhv olmaq üçün və tikin viran olmaq üçün. Dünya qalmaq yeri deyil, keçid diyarıdır. İnsanlar onda iki dəstədilər. Bir dəstə onda özünü satar və beləliklə də özünü həlak edər. Digər bir dəstə isə özünü alar və beləliklə də özünü azad edər. Dost öz qardaşına 3 vaxtda qayğı göstərməyincə dost deyil. Onun çətinlik və narahatlıqlarında, o özü olmayanda və vəfat edərək həyatla vidalaşanda. Namaz hər bir pərhizkarın yaxınlaşma vasitəsidir. Həcc hər bir zəifin cihadıdır. Hər bir şeyin zəkatı var və bədənin zəkatı oruc tutmaqdır. Qadının cihadı əri ilə xoş rəftarlı olmaq və ona tabe olmaqdır.